Almaniya iş vizalarında niyə mənə müraciət eləməlisiniz? Bu sualı cavablandırmamışdan öncə bir faktı qeyd eləmək istəyirəm ki, bir neçə həftə öncə Azərbaycanda bir neçə şəxs Almaniya iş vizalarına müraciət etmişdi və təqdim etdikləri sənəddə saxtakarlıq faktı aşkarlandığı üçün Einreise Bedanken, yəni girişə əsaslı şübhələr maddəsi ilə 3 illik onların sistemdə yasaqları yerləşdirildi. Yəni bu insanların əslində heç bir günahı yox idi və bu insanların heç biri saxta sənəd təqdim etməmişdi. Lakin Azərbaycanda onların işini görən hansısa bir şirkət və yaxud hansısa bir fərdi şəxs olmayan bir iş yeri üzərinə, yəni işə götürənlə razılaşdırılmamış əsaslarla sadəcə saxta doldurulmuş sənədlər üzərinə viza müraciət eləmişdi, sənədləşmələrini aparmışdı və nəticədə BFA üzərindən və Arbeitsagentur tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən olmuşdu ki, belə bir işə götürən ümumiyyətlə həmin ünvanda yoxdur və başqa bir ünvanda yerləşir və eyni zamanda da bu işçinin heç bir əmək münasibətlərində olmadığı və ona müqavilə vermədiyi faktı aşkarlandığı üzündən, amma sənədlərin içində işə götürənin belə işçini təsdiq sənədi olduğuna görə ki, bu absurddur, belə bir şey ola bilməz. Bu səbəbdən həmin şəxslər şübhəli şəxs kimi 3 illik, necə deyərlər, yasaq qoyuldu. Eyni zamanda saxtalaşdırılmış sənədlər siyahısında peşə təhsili diplomu Beruf kvalifikasiyonun İHK Fosadan alınmış saxta anerkennung sənədi belə aşkarlanma faktı var ki, hansı ki bunu da Azərbaycandakı həmin o negativ bu işi görən insanlar eləmişdi və o şəxsin özü də 1 illik Einreise Bedanken almışdı. Məhz bu cür negativlərlə rastlaşmamaq üçün müraciətinizi doğru, etibarlı insanlara etməyinizi məsləhət görürəm. Məhz bu səbəbdən də niyə mənə müraciət eləməlisiniz sualının cavabı olaraq, çünki məndə real işə götürənlə müsahibə mütləq şəkildə, ondan sonra Vorabzustimmung sənədi, hansı ki Arbeitsagentur sizə ön onay iş izni verir və bu sənədin özlüyündə sizin işə götürənin doğruluğunu, sizin sənədlərinizin, ixtisasınızın, maaşınızın və faktiki işə götürənlə bağlı və ya sənədlərinizlə bağlı 70-80% artıq bütün hər bir şeyin doğru olduğu faktını təsdiqləyir. Və bu sənəd alınandan sonra